polisi, bir yaşlı polis vardı, onu da geri itələyərək İlham Əliyevin boynu yoğun mühafizəçiləri İlham Əliyevin icazəsindən, çünki ilk başda dinləmədilər, icazəsindən aksiya eləyən adamlar, yəni diktator, siyasi məhbuslara azad et, diktator şüarları səsləndirilirdi. Dinç, sakit və orada gördüyünüz İlhamdan icazə alandan sonra ilk başda dinlənməsələr də hamıya zor tətbiq elədilər və xəsarətlər yetirdilər. Amerika polisini belə qırağa itələyərək bunu etdilər. Amma indi nə paylaşırlar? Gəlin baxaq. Bunu oxuyum sizə. Yalancı mediası İlham Əliyevin bütün mediaları hazırladılar, tez belə bir şey paylaşdılar. ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclasında iştirak edən Azərbaycan dövlət rəhbərliyinə qarşı bir qrup radikal ünsür var, təhqir edirlər, ünsür deyirlər. Amma o uşaqlar döyülənə qədər heç ünsür sözünü işlətməmişdilər, söyüş işlətməmişdilər. Deməli, ünsür tərəfindən təxribat xarakterli hərəkətlər rədd olunubdur. Təxribat ki, orada bomba partladacıymışlar. Onlar təhqiramiz və qeyri-etik ifadələr səsləndirərək eyni zamanda mühafizə olunan əraziyə daxil olmağa çalışıblar. Yalan deyirlər. Söyüş ancaq döyüləndən sonra bir nəfər söyüş söyüb. Sən bilirsən nətərdir? Bunlar deyir ki, biz sizi yerə yıxaq, tapdalayaq, ağzınıza verək. Siz bizə dinməyin. Bunları onlara ləzzət eləməyin. Bax, burada gör, axırıncı əsas məqam maraqlı buradır. Lakin Azərbaycan prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları və Vaşinqton polisi operativ şəkildə müdaxilə edərək vəziyyəti nəzarət altına alıblar. Lakin məlumatlara əsasən insident nəticəsində ciddi pozuntu qeydə alınmayıbdır. Azərbaycan saytları yaydığı xəbər budur. Yalancının anasının ağrısına verim İlham Əliyev. Coruna soxun ölənlərinin. Cındır oğlu cındır. Qəhbənin doğduğu. Amerika polisini qırağa itələyirsən, deyirsən heç bir hadisə baş vermədi, insident baş vermədi, həm də deyirsən təxribat olurdu, söydülər. Nəmsadı belə paylaşır ki, bir qrup ünsürlər, yəni aksiyada, sivil aksiya keçirən sakit insanlar, güya polisi döyüb baxına, güya polisi döyüb, halbuki polisi axrana itələdi. Eləmədən, baxın, bu axrana polisi itələyir, amma İlham Əliyev elə qələmə verib ki, sanki aksiyaçılar güya bu polisi döyüb, mühafizə alır, belə eləyir və mühafizə döyür. Elə obraz yaradırlar. Mən deyəndə İlham Əliyev qəhbədir, inanmırsınız. Elə deməlidir də, Qabil, bunların mətbuatı nə deməlidir? Bunların mətbuatı görürsən, Emin Hüseynovun Mehriban Əliyevaya verdiyi sualı necə söylədilər ki, Mehriban Əliyevadan kəskin cavab, nə bilim, Mehriban Əliyeva yerində dedi, nə dedi? Ne dedi ki Mehriban Əliyev? Mehriban Əliyeva bir tras kimi, bir bar qəhbəsi kimi, bir nənə kimi yox ha, bir Azərbaycan xanımı kimi yox ha, bir trasik, o valiklər olur, belə divara işləyən valiklər. Öyle bir cavab verdi də, burada nə var ki? Ki, Əlizadə Dəstəroğlu belə siyib qutarır, 63 yaş var da, 9 nəvə var. O siz orada Arvad paltarında belə əsə-əsə, siz, oydu, siz, və sən də illərdir danışmayan adam indi ki, bir bomba diviziyonu elədi, şüllər kimi cavab, yerində cavab, ay onu belə xəbər kimi, Mehribanın qələbəsi kimi paylaşan. Allah sənə Mehriban kimi nənə qismət eləsin. Qəhbə. O Mehribanı tərifləyənlər var. Alyona kimi də gəlin. Alyona kimi də gəlin, məsəlam. Balaca Heydər kimi də oğul qismət eləsin. Məsəlam, bunu ancaq qardeş belə olmalıdır. Allah sizə Mehriban kimi nənə qismət eləsin. Allah sizə Alyona kimi gəlin qismət eləsin. Allah sizə İlham Əliyev kimi doğrudan da baba, osturaqçı bir baba qismət eləsin. Allah'ın